Salam hər kəsə. Bugünkü mövzumuz valentli kimyəvi formulların tərtibi olacaq. Baxaq birinci suala. Valentliyə əsasən bu maddənin formulunu müəyyən edin. Demək, bizə valentlik verirsə, biz burada hər iki valentliyə uyğun ət-çop tapırıq. Ət-çop. Deməli, bizə veribdir, oksigen 2 valentlidir, manqan isə 7 valentlidir. Onlar üçün ət-çop 14 olacaq. 14-ü oksigenin valentliyinə böləndə mənə düşəcək 7, 14-ü 7-yə böləndə isə 2 düşəcək. Deməli, bu cür də həll edə bilərik və yaxud da uşaqların ən çox yadda saxladığı üsul nədir? Məsələn, 7 ilə 2-nin, belə deyək, bunlar qarşılıqlı sadə ədədlərdir. Onda biz onları çarpaz şəkildə yerini dəyişə bilərik. Buraya 2, buraya 7 atırıq. Yəni, bu şəkildə də həll etmək olar. Yaxşı, baxırıq növbəti suala. Deməli, ferron və oksigen. Burada da yenə həmçinin eyni şəkildə yazacağıq. Ət-çopları 6-dır. Onda dəmirə düşəcək 2, oksigenə düşəcək 3. Sonra bizə veribdir belə bir birləşmə və karbonun valentliyini istəyir. Ümumiyyətlə burada oksigen, 2 qat rabitə karbon, 2 qat rabitə oksigen. Buradakı bu xəttlər bizə rabitələrin sayını göstərir, yəni rabitələri göstərir. Rabitə sayı nə qədərdirsə, həmin elementin də valentliyi odur. Yəni burada 4 dənə rabitə gördüyümüzə görə karbonumuz 4 valentli olacaq. Sonra baxırıq 4-cü suala. Burada da baxın, yenə də 6 dənə ümumilikdə rabitə görürəm. Demək, kükürdümüz burada 6 valentli olmalıdır. Sonra baxıram 5-ci suala. Deyir, kükürd 4 valentlidir. Aha, baxaq SO2 birləşməsinə. SO2. Yadımızda saxlayaq ki, oksigen əksər birləşmələrində 2 valentli olur. Oksigenin yeganə başqa valentlik göstərdiyi, deməli 2 dənə birləşməmiz var. CO2 oksigen 3 valentlidir. Bir də H3O müsbət ionunda oksigenimiz 3 valentlidir. Aha, deməli burada oksigen 2 valentli olduğuna görə indi biz yandakı elementin valentliyini necə tapırıq? Oksigenin valentliyini vururuq onun indeksinə, eləyir 4. Demək, kükürdümüz 4 valentlidir. Sonra 6-cı sualda oksidin formulu deyir doğru göstərilmişdir. Baxaq, A variantında alüminium 2O3 birləşməsi veribdir və deyir ki, valentliyi alüminiumun 3-dür, oksigenin 2-dir. Bəli, bu doğrudur. İndi digərlərinə baxaq görək niyə yanlışdır. P2O3 veribdir, ancaq fosfor bizə deyir ki, 5 valentlidir. Xeyr, əgər 5 valentli olsaydı bu P2O5 olardı. Demək, bu səhvdir. Sonra manqan 2O2 veribdir. Xeyr, burada artıq yanlışdır. Manqan O2 olardı. Natrium 2O2-də, deməli, natrium 2O2 valentliyini düzgün versə belə, formulu düzgün verməyib. Burada natrium 2O olmalıydı. Və burada da maqnezium O2-dirsə əgər, xeyr, maqnezium O olmalıdır. Sonra, hansı metal birləşmələrdə 1 valentlidir? Deməli, birinci qrup metalları 1 valentlidir. Birinci qrup metallarını yadımıza salaq. Litium, natrium, kalium, rubidium, sezium və fransiyum. Demək, bunlar 1 valentli olurlar. Sonra baxırıq 8-ə. Valentliklərə uyğun formulun doğru olduğu variantı istəyir. Deməli, burada da yenə də cavabımız xrom O3 olacaq. Xrom 6 valentlidir, oksigen 2 valentlidir. Ona görə də xrom O3 şəklinə düşübdür. Digər variantlarda isə yanlışlıq var. Məsələn, manqan 2O 7 olardı. Sonra burada xrom 2O3 olardı. Burada P2O5, burada isə litium 2O olmalıydı. Yanlış veriblər. Sonra baxaq 9-cu suala. Valentliyi deyir doğru göstərilmişdir. Aha. Azotu 1 valentli, hidrogeni 3 valentli veriblər. Xeyr, tərsin olmalıydı. Bu yanlış variantdır. CH4. Karbon 4 valentlidir. Hidrogen isə 1 valentlidir. Yəni bunu səhv veriblər. Sonra ferrum 2O3. Bəli, 3 valentli dəmir, 2 valentli oksigen. Bəli, bu tamamilə doğru variantdır. Davam edək. Hansı sıradakı elementlərin hamısı dəyişkən valentlidir? Aha. Deməli, biz nə etməliyik? Biz valentliyi öyrənməliyik. Deməli, valentliyi öyrənməkdən ötürü də mən
videonun sonunda sizin üçün konspektimi bölüşəcəm. Oradan əgər istəsəniz konspektdən istifadə edərək vanitliyi öyrənə bilərsiniz. Aha, burada cavabımız deməli hansıdır? Onda natrium, maqnezium, kalsium olacaq. Natrium sabit bir valentdir, maqnezium sabit 2 valentdir, kalsium da sabit 2 valentlidir. Sonra 11. 11-də isə yenə də cavabımız olacaq C bəndi. Flör sabit bir valentlidir. Növbəti dərslərdə niyə onun sabit bir valentli olduğu haqqında məlumat verəcəyik. Maqnezium sabit 2, kalium da sabit bir valentlidir. Sonra 12-də isə bizdən dəyişkən valentli elementləri istəyir. Kalium və maqnezium dəyişkən valentli deyil. Onlar sabit valentlidir. Yəni cavabımız burada 1-3 olacaq. Sonra gəldik, artıq bizdə məsələ var. Deyir ki, xlor oksidinin 18,3 qramında 11,2 qram oksigen var. Aha, 11,2 qram bizim oksigenimizdir. Bəs yerdə nə qədər qalır? 7,1-imiz isə bizim deməli xlorumuzdur. İndi nə edirik? Bizə verdiyi kütlələrin altına onların emirlərini yazacağıq. 11,2 emiri 16-dır. Bunun nəyə nisbəti? Xlora. 7,1-in 35,5-ə nisbəti şəklində yazacağıq və indi baxaq bunları ixtisar aparaq. Alacağıq ki, burada 0,2, burada da 0,7. Yəni 0,2-nin 0,7-yə nisbəti bu varianta uyğun gələndə B bəndi olacaq. Və ya ürəyimiz istəyirsə bunları 10 dəfə artırıb 2-nin 7-yə nisbəti kimi yaza bilərik. Cavabımız burada B bəndi olacaq. Sonra 14-cü sual da eyni tipdədir. 8 qram bizim oksigenimiz var. Aşağısına yazdıq 16. Deməli, bunun nisbəti yerdə nəyim qaldı? 14-ə nisbəti. Yəni də ixtisarlarımı aparıram 0,5. Burada da qalır 1. İndi mən bunları tam ədədə necə gətirə bilərəm? 2-yə vurmaqla 1-in 2-yə nisbəti şəklində olacaq. Bəli, deməli azotumuzdan 2 dənədir, oksigenimizdən isə 1 dənədir. Demək bizim cavabımız olacaq N2O. Sonra 15-də sabit və dəyişkən valentli elementləri təyin edin deyir. X deyir ki, sabit valentli olsun. Onda mən xromları çıxmalıyam. Çünki xrom dəyişkən valentlidir. Sonra Y deyir ki, dəyişkən valentli olsun. Sink sabit valentlidir. Ona görə də sinki çıxdım. Aha, və Y bəndini də çıxaq. Deməli, burada əlimizdə hansı variantlar qalır? B ilə D qalır. Aha, Z isə sabit valentlidir. Sabit valentli xrom ola bilməyəcəyinə görə cavabımız olacaq B. Sonra 16-cı sualda yenə sabit və dəyişkən valentli elementləri istəyir bizdən. Deməli, X elementimiz dəyişkən valentli olmalıdır. Ona görə kalsium olan variantları çıxdım. Y deməli, sabit valentli olmalıdır. Onda mən dəmirlə fosfor olan variantlarda çıxdım. Cavabım da qalır B.